Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, həm Ramazan bayramınız, həm də Novruzunuz bərəkətli olsun inşallah. Fitr bayramı bir ay boyu tuttuğumuz orucların, qıldığımız namazların, verdiğiniz ehsanların, okuduğumuz Kur'anların mükafatının Allah dərgahından alındığı bir gündür. Hazreti Ali Aleyhisselam Fitr bayramı hakkında belə buyurmuştur. Bugün salih insanlar Allah dərgahından mükafat alır. Amma əməli salih olmayanlar isə pis işlərinin zərərini görürlər. Bugün həm də cəza günüdür. Peyğəmbər Əkrəm buyurmuşdur ki, hər vaxt Şəvval ayının hilalı, yəni ay parası görünəndə mələklər bəndələrə belə deyərlər: sabah öz mükafatlarınızı almağa tələsin ki, sabah mükafat günüdür. Əlbəttə ki, bu mükafat maddiyyətlə bağlı olmayıb, çox böyük, ilahi, mənəvi və insanın ahireti ilə bağlı olan bir mükafatdır. Hazreti Ali Aleyhisselam buyurur, oruç tutan kişi və qadınlara veriləcək ən kiçik savab budur ki, Ramazan ayının sonuncu günündə Allahın əmri ilə mələklərdən biri car çəkib belə deyər: müjdə olsun sizlərə ey Allah bəndələri. Allah sizin bütün keçmiş günahlarınızı bağışladı. Görək, gələcəkdə özünüzü necə aparacaqsınız. Aləmlərin Rəbbi oruç tutanlara o gecə böyük mükafatlar hədiyyə edər. Belə ki, onların içərisində şəfaət və Allahın rəhməti ən yüksəkdə durur. Hazreti Ali yenə buyurur, bugün Allah oruç və namazını qəbul edən şəxs üçün böyük bayramdır. Hansı gündə Allaha üsyan olmursa və ona qarşı günah edilmirsə, o gün də bayramdır. Bugün qiyamət gününə ən çox bənzəyən bir gündür. Bayram namazı qılmaq üçün evinizdən çıxdıqda Allahınıza sarı getmək üçün Allahın qarşısında necə duracağınızı xatırlayın. Namazdan sonra evinizə qayıdarkən cənnətdəki mənzillərinizə qayıdacağınızı yada salın. Əzizlərim, fitrə zəkatlarınızı ayırmağı və onları kasıblara verməyi də yaddan çıxartmayın. Çünki bayramın əsas şərtlərindən biri də budur. Bugün dirilərinizlə əlaqə saxladığınız kimi dünyadan gedənlərinizi də unutmayın. Başda Ramazan ayının şəhidi İmam Əli Aleyhisselam olmaqla bütünlüklə Ramazan ayında şəhadəti yetmiş, ağzı oruç mömin bəndələri xatırlayın, onların haqqında dua edin. Allah'tan arzum budur ki, bu Ramazanın xatirinə gələn günlərinizi xeyirli, bərəkətli qərar versin. Dünyamızın sülhlə, əminamanlıqla təmin etsin və müharibə bulutlarını müsəlmanların bütün dünyanın başı üstündən yox etsin inşallah. Amin.